süni intellekt mənə bir dənə şəxsi inkişaf kitabı yazacaq hə. Amma nə qədər qeyri-adi olacaq, nə qədər xoşagələn olacaq. Kim ki danışır, indi nəsil oxumur və s. belə elə deyil. Yəni əksinə siz gedin kitab mağazalarına baxın, kitab sərgiləri olur, gedin izləyin, görəcəksiniz ki, elə kitab alanlar çoxsu 18, 35, 18, 40 yaş arası insanlardır. Heç məsələn fundamental biliyi olmayan insanlar. Sən elə danışırsan ki, bu professordur da, özünə güvən. Kimsə eşidib də bilərsən. Mənəvi yönümlü bir kitab oxumuşuq, amma biz yəni əclaf insanıqsa, o kitab oxumağın bir mənası yoxdur. Sərxan əgər kitab oxumadığı halda iş görən insandırsa, kitab oxuyanda iş görən insan olacaq. Sərxan əgər iş görməyən adamdırsa, kitab oxumasa iş görməyəcək yəni. Ona yəni ki, mane olan kitab oxumaq deyil. Gündən-günə də insanlar arasındakı bu qohumluq, dostluq əlaqələri də itir sanki. Yəni tutaq ki, evlərə qonaqların gəlib getməyi, nəinki qonaqların, qohumların belə gəlib getməyi azalıb. İnsan həyatı, dostlarımız hamısı sosial mediadadır. Bu süni intellekt, bu rəqəmsal dünya insanları o qədər elə bil ki, belə rəqəmsallaşdırıb ki, o qədər insanları belə ruhsuzlaşdırıb ki, insanlar əksinə indi oradan qopub daha təbii, daha toxunula bilən şeylər axtarışındadılar deyə düşünürəm. Salam dostlar, siz Podkast Kimi Adam layihəsini izləyirsiniz. Mənim adım Səməddir. Bu gün qonağım kitab bloqeri Sərxan Rüstəmovdur. Sərxan, xoş gəlmisən. Xoş gördük Səməd. Təşəkkür edirəm dəvətə görə. Ümid edirəm ki, və yaxşı və maraqlı bir müzakirəmiz olacaq. Mən də ümid edirəm. Sən mənim ilk qonaqlarımdan olmusan podkastın. Onlayn versiyası yayıma çıxanda biz bayaq baxdıq ki, düz 4 il əvvəl 2022-ci ilin yanvar ayında sənin podkastımız yayımlanıb. Bu müddət ərzində həqiqətən çox dəyişikliklər olub, xüsusilə süni intellekt çox inkişaf edib. Bu gün mən istərdim ki, biz bir o səpkidə danışaq, bir də kitab oxumağın insanın əməli hərəkətlərinə təsiri ilə bağlı o istiqamətdə danışaq. İndi görək nə alınır bizdə. İndi süni intellekt 2022-də olandan daha irəli səviyyədədir. Yəni məsələn, indi sən bir kitabın PDF-in süni intellektə atıb və yaxud da internetdə ümumi əl çatandısa, onun xülasəsini istəyə bilərsən. Düzdür, əvvəllər də belə kitablar var idi, xülasələr. İstəyə bilərsən və sənin lazım olan məlumatı götürə bilərsən. Bu reallıqda səncə kitabın aqibəti nədir? Nə gözləyir bizi? Və biz tam oxuyanda nə qazanırıq? O qısa versiyada nə itiririk? Maraqlı sualdır. Səməd, səncə bu ümumiyyətlə bu mövzular həmişə müzakirə olunan, həmişə insanı narahat edən mövzular olub. Nə mənada? Tutaq ki, məsəl üçün kitab çapı ilk dəfə çıxanda 15-ci əsrdə insanlar elə biliblər ki, şifahiyyət yuxarı çıxacaq. Daha sonra məsəl üçün qəzet çapı çıxanda insanlar fikirləşiblər ki, insanlar heç kəs daha kitab oxumayacaq, qəzet gəldi filan. Sonra məsəl üçün radio olanda deyiblər ki, artıq heç kəs qəzet oxumayacaq, radio gəldi. Televiziya çıxıblar ki, radio lazımcaq, televiziya çıxdı. Sonra biz internet gəliblər ki, heç kəs televizora baxmaz. Mobil telefonlar gəldilər ki, ənənəvi televiziyalar falan sıradan çıxacaq, amma hələ də hər biri öz yerində qalır. Eyni formada mən düşünürəm ki, bu süni intellektdə də məsələ belədir. Yəni süni intellekt təbii ki, nələrisə əvəzləyə bilər, nələrisə sürətləndirə bilər, amma eyni zamanda bu süni intellekt, bu rəqəmsal dünya insanları o qədər elə bir ki, belə rəqəmsallaşdırıb ki, o qədər insanları belə ruhsuzlaşdırıb ki, insanlar əksinə indi oradan qopub daha təbii, daha toxunula bilən şeylər axtarışındadılar deyə düşünürəm. Və zamanla da bu axtarış daha da artacaq. Biz elə məsəl üçün bu süni intellektin ac dövründəyik də, ən azından Azərbaycan cəmiyyəti, yəni bizim qonşu ölkələr. Amma bundan bir 3 il sonra, 5 il sonra biz onu daha belə doya-doya yaşayandan sonra biraz bundan bezmə və yorulma. Ancaq məsəl üçün tutaq ki, təzə-təzə məsəl üçün fast food və sair daha çox dəbdə idi. Amma sonra insanlar başlayır ki, insana ziyandır. İndi daha orqanik maddələr, orqanik qidalar, handmade, nə bilim, düzəldilən şeylər daha dəyərli və daha bahadır. Eyni mən fikirləşirəm ki, zamanla kitab nəinki sıradan çıxacaq və kitab maraq azalacaq, tam əksinə artacaq. İnsanlar daha çox toxuna bilən bir klassik ənənəvi kitab istəyəcəklər. Yəni mənim inancım və ümidim bu yöndədir əslində. Unutmaram inşallah. Bunun başqa bir aspekti də var. Ona da toxunmaq istəyirəm. Çünki sənin dediyin bu şeyi bir tərəfdən qəbul edirəm, amma ona alternativ bir başqa reallıq da bizi irəlidə gözləyir. Ən azından gözlənilən budur. Texnologiyanın inkişafı ilə bağlı. Bax, yaxınlarda Dünya İqtisadi Forumu oldu və Yuval Noah Harari'nin orada bir çıxışı gündəm oldu mənə eləyir müəyyən dairələrdə. Harari orada deyirdi ki, süni intellektlə bağlı danışanda müxtəlif məsələlərə toxunur. Deyir, biz getdikcə atlara dönəcəyik. Bu yaxın 5-10 ildə baş verə bilər. Yəni 2 ilə 3 ilə dəqiq bilmirəm, amma bu ona doğru gedir və bunu
kontrol altına almaq lazımdır. Nəyə dönmək? Atlara dönmək. Nəqliyyat olaraq, eləmi? Yox, indi açıqlayacağam o nə deyir. Deyir ki, yəni necə ki bir atın qarşısında biz deyək ki, mən sənə pul verirəm, səndən kitab alıram, bu proses gedir. Atın gözünün qabağında baş verir bu. At görür ki, nəsə baş verir, amma at başa düşmür ki, nə baş verir. Deyir, biz getdikcə, yəni süni intellekt inkişaf etdikcə, burada söhbət əsasən o super süni intellektdən gedir də ki, artıq o səviyyədə o fikir, mülahizələr irəli sürə bilir ki, insan nətər düşünmür, o da o həddə çatır. Deyir ki, biz buna doğru gedirik və bu baş verəcək. Bundan gərək özümüzü qoruyaq. Bu alternativ bir reallıq da, bu reallıq da ola bilər də. Yəni bu da gerçəkləşə bilər. Onda bizim o atlara dönmə məsələmiz var. Çünki bir müddət qabaq elə bir xəbərdə gündəm oldu ki, yeni bir sosial şəbəkə yaradılıb və süni intellekt agentləri orada danışır bir-birinə. Orada insanlar sadəcə müşahidəçi kimi qalırlar. Hə, bax, belə bir reallıq bizi gözlədiyi təqdirdə səncə onda nə olacaq? Yox, təbii ki, bunlar hamısı deyək belə ideyalardır, yanaşmalardır, fərqli proqnozlardır. Məsələn, bir ara yazında gəlir, 2 il əvvəl, 3 il əvvəl Metaverse filan söhbətləri gündəmdə idi. İnsanlar torpaq alırdılar, eləyirdilər, amma nəsə tutmadı mı, nəsə oldu? Yəni o məsələ sanki söndü, yoxa çıxdı da. Ən azından bizim ətrafımızda o söhbət artıq öz gündəmini itirib sanki. İndi amma üzr istəyirəm, ondan razıyam. Çox üzr istəyirəm. Mən də belə düşünürdüm. Bu yaxınlarda Roblox adında bir oyun gördüm və mən belə başa düşdüm ki, həmin o Metaverse söhbəti orada gerçəkləşib. Yəni orada çox böyük bir milyardlarla büdcədir. Orada da nəsə almaq, satmaq, oyun dünyasında var. Ha. Amma yəni demək istədiyim odur ki, yəni, bir ara insanlar o pandemiyanın o fürsətindən istifadə edirlər sanki. İndi Hararinin dedikləri fikri açıq mən tam yəni dinləməmişəm sona qədər, amma təxmin edirəm nə demək istəyirsən deyə. Valla, yəni bunlar hamısı yenə də mən nə desəm, mən düşünürəm ki, bu proqnozdan və belə deyim də, ideyadan o tərəfə keçməyəcək. İndidən durub mən desəm ki, bu düz deyil, yəqin ki olacaq, səhv olar. İnkar edə bilmirəm tam əminliklə, çünki mən onu o qədər də proqnozlaşdıra biləcək səviyyədə hiss eləmirəm özümü. Amma ya sadəcə mənim inancım və duyğum, yəni duyduğum şey ondan ibarətdir ki, çünki şəxsən mən özüm, məsəl üçün, bəzən bu telefondan, bu sosial mediadan, bu ümumiyyətlə bu süni intellekdən insan bezirsən də, yəni bir yerdən sonra, yəni insan doyursan da, buna nə olsun da, yəni bunun mahiyyət yoxdur, məna yoxdur. Və mən fikir vermisənmi, tutaq ki, illər keçdikcə də, gündən-günə də insanlar arasındakı bu qohumluq, dostluq əlaqələri də itir sanki. Yəni tutaq ki, evlərə qonaqların gəlib getməyi, nəinki qonaqların, qohumların belə gəlib getməyi azalıb. İnsan həyatı, dostlarımız hamısı sosial mediadadır. Yəni tutaq ki, sənlə mən bir-birimizi neçə ildir tanıyırıq, amma biz yəni ildən aydan bir dəfə görüşürük də. O belə bir zamanda mən düşünürəm ki, insanlar hansı bir səviyyəyə çatsalar belə yenidən ənənəvi şeyə qayıtmaq istəyəcəklər. Yəni düz indi Z nəsli var, indi alfa nəsli deyirlər, yeni gələn nəsil necə olacaq, onlar nə gözləyir, o daha çox sosioloji məsələlərdir, araşdırmalar tələb edir və s. Yəni o ilə bağlı konkret nəsə deyə bilmərəm, yəni açığı belə deyim. Bax, burada başqa bir məsələ də var. O bayaq ki, sən dedim, bir kitabın xülasəsinin bizə verdiyi informasiya. Elon Musk'ın şirkətlərindən biri ki var, Neuralink. O yəqin ki, qarşıma çıxmamış olmaz. Deməli, bədəni iflic olan şəxslərin boynundan aşağı iflic olan çip qoyur və insan ondan idarə edib, düşüncəsi səslənir və s. Bu, hələ ki, etik məsələlərə görə icazə ala bilməyiblər ki, istənilsə bunu tətbiq edəsin. Amma gedişata mən baxanda düşünürəm ki, xüsusilə bu yeni nəsildə artıq yetişir, formalaşır. Cəmiyyətin əsas hissəsi bu insanlar təşkil etdikcə bu şeylər normallaşır da. Yəni, deyək ki, indiki nəsil artıq süni intellektlə böyüyür, əgər xüsusi bir valideyn nəzarəti yoxdursa. Onlar üçün bu normal olacaqdır, onlar süni intellektlə. Deyək ki, əvvəl deyilirdi ki, YouTube-un tərbiyə etdiyi nəsil böyüyür. İndi o reallıq var ki, süni intellektin tərbiyə etdiyi bir nəsil də artıq böyüməkdədir. Bax, o insanlar böyüyəndə, onlar üçün də Neuralink normal olanda və qanunvericilik orqanlarında olan şəxslər də o insanların, o uşaqların valideynləri olduqda, bu məsələlər təsdiqlənəndən sonra istənilən insan bu yetdiyi təqdirdə həmin o çipi beyninə qoşub da zaten bir kitabın hətta xülasəsini yox, bir növ matritsadakı kimi onu beyninə yükləyəndə və ya ola bilsin beyninə yükləmir, ayrıca bir yaddaş yeri kimi saxlayır, istənilən məlumat ondan bağlı lazım olanda
O lazım anda onu verirdi, onun sinir sistemi, yəni necəsə indi onu Bəli. tibb sahəsinin adamları bilər. Bax, onda kitabın aqibəti nə olacaq? Ha, Dəyəri yəni, itəcəkmi yenə də? Təbii, yəni dediyim kimi bu indi bu Neuralink nə dərəcədə indi reallaşacaq, gerçəkləşəcək, bütün mənada sözün həqiqi mənasında nə qədər gerçəkləşəcək, yəni insan bədəni, insan beyni onu nə qədər dəstəkləyəcək, onu tam əmin deyilik. Eyni zamanda mən nə düşünürəm? Adi bir nümunə verim. Məsəl üçün insan əzələsi, insan bədəninin formalaşması bir var təbii yolla bədən məsəl üçün yığmaqda deyək fitness olaraq, tutaq ki, sən təbii idmanlarla və sair eləyirsən. Bir də var sən tutaq ki, bunu xüsusi dərmanlarla, iynələrlə, şişirtməklə də edə bilərsən. İkisi də məsələn yan-yanaşı qoysan, ikisi də fiqura filan qəşəng görünür. Amma hansı daha sağlamdır, hansı daha belə doğaldır? Özü idman edib qazanan. Yəni mən düşünürəm ki, hər bir halda bir insanın bir kitabı oxuyub özünün nəticə çıxarması, özünün qənaətə gəlməsi ilə onun məsələn xülasəsini, birbaşa xülasəsini dinləmək, xülasəsini beyinə yükləmək və s. eyni effekti verə bilməz. Yəni tutaq ki, ayrı süni intellektin danışırıq. Biz tutaq ki, prompt verəndə, ona tutaq ki, xüsusi bir tapşırıq verəndə, o tapşırığı biz nə qədər detallı yazsaq və yaxud da ki, onda o ilə bağlı baza nə qədər dərindirsə, o daha dolğun, daha qəşəng sənə məlumat verə bilər. Amma onda məlumat azdırsa və sənin verdiyin o prompt onda kiçikdirsə, onun sənə verdiyi cavab da o qədər dayaz olur. Məsələn, mən ChatGPT-nin əvvəlki versiyalarında ona şahmat oynamaq yoxladım. Şahmata ağlına gələnərək gedişləri eləyirdi. Mən o səhvini tutam, düz deyirsən. Üstünə gedən kimi qorxu deyir, düz deyirsən. Bilir. Yəni o mən düşünürəm o kitab məsələsi də elədir. Yəni bir insan təbii ki, onu hansı formada, məsəl üçün xülasəsi dinləyə bilər, qısa özət dinləyə bilər, amma o kitabı tam oxumaqla o eyni deyil. Gələcəkdə bəlkə də sən deyən kimi elə bir şeylər çıxacaqdı ki, bunu iynə ilə vuracaqlar, çiplə vuracaqlar, ya xüsusi şüalanma eləyəcəklər. Sən o kitabı oxumuş kimi olacaqsan. Ola bilər, amma yəni söhbət burada mən məsələn süni intellektə və ya internetə, nə bilim, elektron kitaba qarşı deyiləm. Yəni əsas məsələ öyrənməkdir. Kitabın məqsədi nədir ki? Bilik mənbəyidir. Kitabdan öyrənmək, məsələn, bizim podkastda baxa bilər kimsə, bir kitabını oxuduğundan daha çox məlumat, daha faydalı məlumat ala bilər. Söhbət ondan getmir. Amma mən demək istədiyim nədir? İnsanlar nəhayətində o kitab oxuma vərdişi, o bir klassikadır da. Yəni, mən həmişə deyirəm ki, bir insanın kitab oxumağı onun özünə verdiyi dəyərdir. Yəni, bir insan, kitab oxumaq bir sanki sənə o qədər bir rahatlıq, o qədər belə özünə hörmət, zamandan özünü ayıra bilmək, o qaça-qaçdan özünü ayıra bilmək qabiliyyəti olmalıdır ki, sən oturub kitab oxuyasan. Lüksdür da. Yəni bir lüksdür yəni. Yəni ona görə mən düşünürəm ki, bu hardasa bir yerlərdə mütləq qalacaq. Elə biz adını çəkdiyimiz Elon Musk özü, Bill Gates özü, bunlar adamlar kitab oxuyurlar. Hər il paylaşırlar. Bu il oxuduğum kitablar qala-qala. Məsələn Bill Gates özü nə qədər kitablar, biz son vaxtlar indi adları onların Epstein-də zətdə çıxdı, biz biabır oldular, amma Elon Musk özü, Elon Musk'ın adı indi bismillah çıxmadı. Elon Musk'ın orada sənədlərdə adları çıxmadı yəni. Məsələn Elon Musk özü nə qədər kitab oxuyurdu. Adam çox güclü mütaliə sonra. Ya da bu işin içindələr, amma hələ də kitab oxumağa davam edirlər. Demirlər də mən Neuralink çap düzəltmişəm. Qoy bəzi gözlüyüm, yəni Neuralink çipi vuraram, gedər də yəni. Adam oxumağa davam edir sonuçta. Gərək Elon Musk'ı dəvət eləyək. Bəzi texnik tərəfləri ondan soruşardıq. Bax, mən bu sənin dediyindən razıyam, amma burada başqa bir nüans məni narahat edir ki, həmən məsələ gerçəkləşərsə, artıq həmən o çiplər də o vəd edilən funksionallığın yerinə yetirərsə, o şəxslər ki, ona sahib olmayacaqlar. Onlar daha geridə qalmış, daha lənc və bir növ axmaq kimi görünəcəklər də. Onu əldə etmiş insanlarla nisbətdə və o məsələ adamı biraz qorxudur. Bizim bir qonağımız olmuşdu, bu podkast qarşıma çıxıb izləmisən ya yox, Orxan İbadovdan dünya yaddaşı çempionu. Bəli, izləyirəm onu, ümumiyyətlə izləyirəm. Yəni səninki podkastında bəzi hissələrini qabağıma çıxıb bəli yadıma gəlir. Bax, Orxanla podkastdan kənarda söhbətlərimizdə Orxan deyirdi ki, insanlar var ki, elə kitab oxuyur, amma nəsə addım atmır. Bunun sözün başqa bir tərəfin vaxtilə İmran Əsədov demişdi. O deyirdi ki, insanlar var ki, həyatı boyu təhsil alırlar. Yəni magistr oxudu, sonra ondan yuxarı, bu universitet, amma ortada bir şey yoxdur. Sadəcə o insanda bir alışqanlıq deyən nədirsə. Kitabla bağlı da belə məni narahat edən tərəflərdən biri odur ki, insan daha çox kitab oxumağa bağlansın, amma əməli formada bir şey etməsin. Məsələn, deyək ki, adam Varlı Ata Kasıb Ata kitabını oxuyur, sonra biznesdə nəyisə necə qurmaq olar bununla bağlı oxuyur, sonra marketinqdən bağlı oxuyur. Oxuyur, amma durub onun əvəzinə gedib bir kiçik bir sahibkarlıqla məşğul olmağa cəhd eləsə, orada səhvlər eləsə, bunun üzərindən nəsə öyrənsə və sonra bu prosesdə qarşılaşdığı problemlərin həlli üçün
hər hansısa bir kitablara müraciət eləsə, nəinki götürüb də kitabı oxuyum, sonra keçim başqa kitaba. Yəni bu cür olsa daha praktik olaraq yaxşı nəticələr əldə edər. Nəinki bu kitabdan o kitaba keçmək və əməl səviyyəsinə, müstəvisinə bunu keçirməsə. Bununla bağlı sənin düşüncən nədir? Yəni təbii ki, səncə məsələn məşhur söz var, kitab yüklü eşşək deyək. Yəni bir insan yəni təbii ki oxudu, ancaq bunu oxuyur və beynində məlumat kimi məlumat daşıyıcısıdırsa, məlumat hamballığı eləyirsə, bu istənilən, yəni xoşa gələn hal deyil. Amma burada bizim çox önəmli bir incə məqam var. O nədir? Tutaq ki, iki dənə insan götürək, tutaq ki, Sərxanla, məsəl üçün Səməd də deyək, hə? Sərxan əgər kitab oxumadığı halda iş görən insandırsa, kitab oxuyanda iş görən insan olacaq. Sərxan əgər iş görməyən adamdırsa, kitab oxumasa da iş görməyəcək yəni. Ona yəni ki, mane olan kitab oxumaq deyil, ona mane olan onun xarakteri, temperamenti, hardasa psixologiyasında olan çətinlikdir. Yəni mən düşünürəm ki, kitab oxuyan insanın o tənbəllikdən, o şeydən çıxma ehtimalları daha çoxdur, amma hər bir halda bütün motivasiya, şəxsi inkişaf kitabı, məsələn mən son illərdə çoxlu şəxsi inkişaf motivasiya kitabları oxumuşam, demək əksəriyyətini oxumuşam. Onların hansının verdiyi mesaj odur ki, yəni bu kitab oxumaqla bir şey olmayacaq, hərəkət eləmək lazım, addım atmaq lazımdır. Əslində o motivasiya kitablarında yazılanlar bizim bilmədiyimiz həqiqətlər deyil, qeyri-adi şeylər deyil. Onlar bizim bildiyimiz şeylərdir. Sadəcə oxuyaraq bizdə fərqindəlik yaradır. Mən bu son vaxtlarda oxuduğum bir kitab var, çox xoşuma gəldi. Məşhur kitabdır. Yatağını topladı da, yatağını düzəlt, yatağını yığışdır bizim dildə belə tərcümə olunur. Amerikalı bir xüsusi təyinatlı general tərəfindən, admiral tərəfindən yazılıb. Yəni o ideyası buna ibarətdir ki, yəni günə yatağı və yeri yığışdırmaqla başla. Beyni ilk olaraq bir işi bir tapşırığı bitirməklə başla ki, beyin olsun da, aktiv olsun. Yəni eynən də biz yəni bir kitab oxuyuruq, amma kitab oxuduqlarımız bizim əməlimizə təsir eləmirsə, dəyişiklik eləmirsə, biznesini oxumuşuq, bizneslə bağlı nəsə beynimizdə dəyişiklik yoxdursa, onu oxumağın mənası yoxdur. Və yaxud da ki, mənəvi yönümlü bir kitab oxumuşuq, amma biz yəni əclaf insanıqsa, o kitab oxumağın bir mənası yoxdur, razıyam yəni bu fikirlə. Qısa videolarda heç yerə itməyib də həyatımızın bir tərkib hissəsidir. Belə bir fikir var ki, qısa videolar bizim diqqətimizi bir yerə yönləndirməyimizə, fokusumuza mənfi təsir edir. Sən nə cür müşahidə edirsən? Bu həqiqətən belədir, yoxsa bu bir mifdir? Yəni həm özündən, həm ətrafındakı insanlardan. Ümumiyyətlə bu bəzi shortsların çıxmağı, bu qısa videoların çıxmağı, ümumiyyətlə zamanla fikir məsələn əvvəllər tutaq ki biz bir sosial mediada yazılan uzun postları oxuyurduq, amma vaxt o postların uzunluğu azalmağa başladı. Məsələn o vaxt Twitter'də indi adı X olub. Həmçinin tutaq ki məsələn necədir? Limit var idi, 140 simvol limit var idi. Biz Facebookda biraz uzun yazı olan kimi iki cümlədən çox yazı oxumaq istəmirik. Daş dövrü kimi görürük 140 simvol. İndi videoları da əvvəl tutaq necə idi? Ki yarım saatdan çox olmasın video. Sonra düşdü nə bilim 10 dəqiqəyə, 5 dəqiqə, indi 30 saniyə falan deyirlər. Yəni demək istədiyim nədir Səməd? Yəni əslində bu insanın olsa diqqəti dağınıqdır. Bir də gənc nəsildə bu ümumiyyətlə diqqət dağınıqlığı yaranır. Bizim bu podkastda bu ana qədər baxan insanlar var, sonra qəhrəmandırlar həqiqətən də. Yəni ki adam oturub buna baxır da bilincə. Bu nəyə oxşuyur? Məsələn o tip risklərin faydası azdır məncə. Nəyə görə azdır? Məsələn biz tutaq ki bir meyvəni, bir portağalı, bir almanı soyub dişləyib yeyə bilərik də, hə? Və yaxud da ki, portağalı almanı xüsusi şirə çəkən maşına çəkib şirəsini içə bilərik, elə? Məsəl üçün, o almanı və yaxud da portağalı yemək daha faydalıdır, daha sağlıqlıdır. Amma onun şirəsini içmək daha təhlükəlidir, çox içmək. Məsələn, birdən-birə 2-3 stəkan içsən, sən qaraciyərləri çox yükləyirsən. Normal daha rahatdır da, almanı dişi əziyyətli filan. Bir stəkan içdin, o vitamin düşsənək bədənə getdi. Amma o meyvəni yeməyin verdiyi şey daha çox. Eynən də o kitabı oxumaq, o məlumatı tam dinləmək başqa şeydir. Qısa fraqmentlər izləmək, o səndə analiz qabiliyyətini inkişaf etdirmir. Yəni o səndə dolğun belə baza yaratmır. Elə belə məlumat kirliliyi olur da səndə çoxlu. İndi məsələn get, istənilən məsəl üçün belə heç ömrü boyu heç məsələn fundamental biliyi olmayan insanlar sən elə danışırsan ki, bu professordur da, özünə güvən. Kiməsə eşidib də bilirsə 30 saniyə girilsə baxıb yəni. Heç bir oxuduğu mənbəsi var, nə bir elmi araşdırma eləyib, nə bir kitab qatlayıb qoyub qırağa. Sadəcə oradan buradan 3-4 dənə ris oxuyub başlayır danışmaya, dinləyib başlayırlar danışmağa. Mən ki bunu çox da faydalı hesab eləmirəm yəni. Amma işləyir də bəzən. Hə, işləyir. Yəni baxış açısı üçün məsələn sən ta ki bu videodan bir hissələri kəsib qoysan, o faydalılıq baxımından müsbət tərəfləri çoxdur əlbəttə. Amma bu ilə kifayətlənməmək lazımdır. Bir qarmaq kimi deyəm. Buna bax, daha genişlə get o. Nə qədər baxacaq, o artıq başqa məsələdir.
Bəzən bu fikir rastlaşıram. Deyirlər ki, bəziləri kitabı alır, sadəcə yəni ağıllı görünmək üçün, amma o kitabın üzünü açmırlar da, yığırlar. Mənim şəxsən evdə aldığım çoxlu kitablar var. Bunlar da müxtəlif cür olub da, kimsə hədiyyə eləyib və yaxud da görmüşəm, bəyənmişəm, həmindən almışam ki, endirimdə olub, düşünmüşəm ki, alım, oxuyaram. Qalan belə çoxlu kitablar var. Yəni hətta evdə baxıram, fikirləşirəm ki, bunu oxuyum, çoxdan da oxumuram. Amma bugünkü zamanda da o qaça-qaçda, o sürətdə əksər hallarda vaxt olmur. Sən nə düşünürsən? Bu tip insanlar daha çoxdur ki, kitabı ağıllı görünmək üçün alırlar, yoxsa alıb həqiqətən oxuyurlar? Ətrafda ümumiyyətlə nə müşahidə edirsən? Kitaba maraq artırmır. Çünki mən şəxsən özümü biraz bu məsələlərdən qopmuş, uzaqlaşmış görürəm. Məsələn, mənim maraqlıdır ki, gənc yaşlarında deyək ki, tələbə vaxtı mən daha çox kitab oxumağa meylli idim. Universitetin verdiyi dərsliklərdən əlavə nə var idisə oxuyurdum da. Amma indi bilmirəm nə cürdür o vəziyyət. Sən kitabla daha yaxından ünsiyyətdəsən deyə həm bu kitab oxu klubları keçirirsən, bunun içindəsən. O baxımdan sən nə müşahidə edirsən? Yəni Səməd, belə deyim, kitab məsələsi belədir ki, kitab nə qədər insan oxuyur, ümumiyyətlə kitaba maraq nədir? Yəni təbii ki, daha yaxşı ola bilərdi. Yəni Azərbaycan üçün götürsək, bu 10 milyon əhalinin məsəl üçün 4 milyonu kitab oxumaq potensial olan insanlardır, yaş baxımından, status baxımından tutaq ki, amma ölkədə o 4 milyonun neçə faizi kitab oxuyur? Yəni bu baxımdan bir statistika çıxarsa çox aşağı bir rəqəm alınır. Amma bu demək deyil ki, bu indiki nəsil kitab oxumur. Yəni bu doğru deyil. Yəni əksinə, mən düşünürəm ki, son 5-10 ildə kitab daha da populyarlaşıb Azərbaycanda, hətta artıb deyərdim və xüsusən də gənc nəsil də əsasən hal-hazırda kitab oxuyanlar. Kim ki danışır, indiki nəsil oxumur və s. belə elə deyil. Yəni əksinə siz gedin kitab mağazalarına baxın, kitab sərgiləri olur, gedin izləyin, görəcəksiniz ki, elə kitab alanlar çoxsu 18, 35, 18, 40 yaş arası insanlardır. Yəni əksinə yaxşı nəsil hal-hazırda kitab oxumur, kitaba pul vermir, kitab almaq istəmir. Çünki o Sovet dövründə çox belə pis bir ənənə formalaşıb ki, yəni kitab ucuz olmalıdır, kitab hədiyyə olunmalıdır, dövlət çap edib amma paylanmalıdır kəndlərə. O vaxtımız bütün hər kəsin kitabxanası evi dolu idi kitablarla belə tozlanmış, amma o nə qədər oxunur görəsən. Güya ki, o vaxtdan əgər o vaxt hər kəs kitab oxuyursa, niyə indiki nəsil belədir yaxşı? Adama belə bir sual verərlər, düz deyilmi? Yəni sən kitab oxumuşdun, kitab oxuyan nəsiliz. Niyə bəs sizin övladlarınız kitab oxumur? Gördülər ki, kitab oxuyanlar bir şeyə nail olmayıblar. Demək ki, onlar oxumayıblar da. Yəni ki, oxuyub düzgün əməl edə bilməyiblər. Yəni oxusaydı, yaxşı nümunə olsaydı, övladları da kitab oxuyan olardı. Bu bir. İkincisi də ki, belə bir reallıq da var ki, hər kəs kitab oxumayacaq. Hər kəs kitab oxumalı da deyil. Yəni belə bir şey yoxdur da dünyada. Sadəcə oxuyanlar, önəmli insanlar, vacib insanlar oxusa kifayətdir. O lokomotiv hissə oxusa kifayətdir. Qaldı ki, ümumiyyətlə, yəni zamanla bu artacaq, azalacaq. Bu da yəni bir bir sınaqdır da. Mən düşünürəm ki, o sosial media və digər o resurslar da bir mənbədir. Yəni biz uşaqlarımıza, övladlarımıza belə deməməliyik ki, mütləq get kitab oxu, mütləq get kitab oxu. Hətta adam məsələn elektron oxusun, nə bilim olsun bir video izləsin, nə bilim bəlkə də bir kod öyrənsin. Çünki hər dövrün öz maraqları, öz reallıqları var da. Yəni biz bir insanları 50 il əvvəlki qaydalarla yaşada bilmərik də, məcbur elə bilmərik. Yəni mənim 3 övladım var, məsəl üçün bizim evdə nə bilim mənim 2000-dən çox kitabım var. Yəni qaldı ki, kitab oxuyub almaq, yəni kitabı alıb sırf mən oxuyurammış kimi göstərmək. Yəni bu 1 dəfə, 3 dəfə, 5 dəfə ola bilər də. Bir insan yəni bunu ömrü boyu oxuyan adam kimi göstərə bilməz axı. Ən azından bir qızla tanış olmaq üçün edə bilərsən bu və ya da oğlanla tanış olmaq üçün. Amma axı sən bu həyat tərzinə çevirə bilməz. O Yaponiyada belə bir termin də var, tsundoku adlanır. Yəni çoxlu kitab almaq bu əslində bir qayğı növü, bir psixoloji bir simptomdur. Tsundoku adlanır. Bu nədir? İnsanlarda təşviş var ki, bu kitab birdən bitər. Mən onu ala bilmərəm. Tez alım bunu qoyum evə də. Çoxlu kitab alıb yığmaq. Bu adı tsundok adlanır. O zamanlar məndə də olub. İnsan özünü tərbiyə eləyib, yəni ki, onu dayandıra bilirsən də. Məsələn, evdə mənim məsəl üçün oxumadığım 20 kitab var. Bunları oxumadan yeni kitab almayacağam deyə bilərsən. Özünə hədəf qoya bilərsən. Amma insan da kitabların hamısını oxumaq üçün də almır. Bəzən mən oxumuşum, səfərimdə Churchillin sözü deyir ki, evdə uşağı tərbiyə eləyən o evdəki kitabların cildləridir də. Evdə kitabların olmağı belə bir insana bir təsir edir, mən düşünürəm. Mənəvi də olsa bir təsiri var. Yəni biz tutaq ki, evdə yüzlərlə xanımlar evə qab-qacaq alırlar. Bütün qab-qacaqdan istifadə olunurmu ki də? Yox. Ya da çoxlu paltarlar alır, hamısı geyinilmir ki, bəziləri qalır yəni dolabda. Qoy bir 10-15 dənə kitab alınsın, amma oxunmasın, heç də olmaz yəni.
Bax sən işin gərəyi uzun illər yazarlarla da ünsiyyətdə olmusan və şübhə eləmirəm ki, indi də onlarla ünsiyyətin var. Bəlkə də sənə də fikir almaq üçün də tez-tez müraciət edirlər ya, kitab hədiyyə edirlər. Bax yenə də süni intellektə gəlirik. Süni intellekt yazarların işinə səncə nə cür təsir edir? Nə müşahidə etsən? Məsəl üçün süni intellektə müraciət edib də öz yazdığı kitablardan bəhrələnənlər varmı? Və yaxud da süni intellekt artıq gəlib deyə mənasızdır kitab yazmaq, bu işdən soyuyanlar varmı? Bu sahədə durum nədir? Yəni süni intellektdən kitab yazanlar da var. Yəni hətta mən bunu bir neçə ay əvvəl oxumuşdum bir məqalə ki, yəni Amerikada filan süni intellektdən çoxlu kitablar yazıb, bestseller o kitabları eləyən və ondan xeyli qazanc edən, yəni yazıçılar da var, insanlar da var. Yəni çünki süni intellekt çox yaxşı bir resursdur və əslində yaxşı istifadə edə bilən, oyuna ayaqlaşa bilən yazıçı üçün də yaxşı bir mənbədir, köməkçidir. Yəni bir var ki, sənə bir roman yazırsan, bir tarixi roman, bir əsər yazırsan, sənə bir məlumat, bir mənbə lazımdır. Sən əvvəl nə etməlisən? Getməlisən kitabxanaya, ki məsələn kitab sifariş verməlisən, gəlmədi, o kitab açıb baxmadın. Yəni yazırsan, internet əlinin altındadır. Bütün məlumat sənə verir. Bir məlumatı bilmədiyin dildədir, bilmədiyin şriftlə, yəni deyək, əlifbanı yazıb, şəklini çəkib atırsan, sənə tərcümə eləyir. Yəni əslində çox gözəl bir resursdur, deyilmi? Buna mütləq ki, mən əminəm ki, bu kompüter yeni çıxanda, çap maşını yeni çıxanda əllə yazanlar fikirləşdilər ki, da indi sonra necə olacaq bizim işimiz falan. Amma zamanla nə edilər? Klaviatura keçməyi öyrəndilər də. Hələ də öyrənməyib əllə yazanlar var. Məsələn, belə bir yaxınlarda bir yazıçıyla tanış oldum. Yəni daha belə səmimi söhbətimiz vardı ki, mən əllə yazıram. Adam əllə yazır. Mən də yaxşım ona imkan vermir ki, yenidən öyrənim. Əllə yazıram, verirəm maşına, o çapa yığırlar, çapaya verirlər, oxuyuram, düzəldirəm üstündə xəttlərlə filanla. O klassikanı qoruyub. İndi də elə insanlar var ki, o ancaq kompüter yazmaqla davam eləyəcək. Elə insanlar var, süni intellektdən istifadə edəcək, ona məlumat verəcək. Onu yazıb verəcək. Bu müəyyən bir şeylərə bəli əldən alacaq da ki, redaktorların, bəlkə də korrektorların işini əldən ala bilər, xüsusən korrektorların. Çünki kitab yazmaq, redaktor eləmək biraz daha çox bədii duyum, biraz o emosionallıq falan məsələlər var, amma daha belə texniki məlumatlar olan kitabları rahatlıqla süni intellekt yaza biləcək. Yəni ta ki rəqəmlərin olduğu, statistik məlumatların olduğu, daha çox belə elmi deyil, yəni belə bildirən nə demək istəyirəm, statistik rəqəmlərlə daha texniki kitabları yazmaq süni intellektlə daha rahatdır. Amma roman yazmaq, o insanın duyğularına toxunan əsər yazmaq hələ mən düşünürəm ki, süni intellekt o səviyyəyə çata da bilər yəni zamanla. Ya bizdə mənə əsas maraqlı olan o idi ki, ölkədə nədir bundan bağlı? Yəni ölkədə məsələn mən indi ad çəkmək istəyirəm, amma süni intellektdən istifadə edib kitab yazanlar var. Bəli, özü etiraf edir ki, mən süni intellektdən istifadə etmişəm bunu yazanda. Təbii ki, sən yenə də süni intellekt axı kitabı süni intellekt yazmır da, sən yazdırırsan. Yəni biz nə oxşuyur? O vaxt nə idi? Bir xanımdır, bir bəydir, oturur sən deyirsən o çap maşınına yazırdı da. Süni intellekt onun biraz müasir formasıdır. Yəni o süni intellektdə o kitabın ideyasını sən verməlisən axı. Sən süni deyə bilərsən ki, süni intellekt mənə bir dənə şəxsi inkişaf kitabı yazacaq hə. Amma nə qədər qeyri-adi olacaq, nə qədər xoşagələn olacaq. Amma onu sən o şəxsi inkişaf kitablarını oxumusan, bazan var, əvvəldən bir təcrübən var. Sən ona uyğun siyahı versən, qaydalar versən, bu başlıqlar olsun, bu auditoriyaya fokuslansın, neçə səhifə olsun, nə. Bütün detallı versən, o sənə daha qəşəng bir kitab verəcək. Yəni sonuçda nəhayətdə süni intellektdən doğru işləyə bilən təbii intellekt olmalıdır. O yoxdursa, elə o bütün kitaba bir-birinə oxşayacaq və o yəni çox da populyarlaşa bilməyəcək. Okay. Mən istəyirəm ki, sonda sən bizə bir neçə kitab tövsiyə eləyəsən, amma bunlar müxtəlif sahələrdən olsun da, yəni şəxsi inkişaf ola bilər, uşaq tərbiyəsi ola bilər, iş qurmaq və s. Yəni sənin nəzərində son oxuduğun bu 4 il əvvəl ki, səndən podkast çəkmişik. İndi yadıma hansı gələrsə, onlardan tövsiyələr süni intellektdən falan danışdıq. Kamal Sayarın bu yaxınlarda bir kitab oxumuşdum. Kitabın adı Yavaşla. O kitab oxumağa çox da vaxt olmayan, reels izləyən insanlar üçün yaxşı kitabdır. Çünki orada 2-3 səhifəlik qısa məqalələrdir. Yavaşla, bu sürət əslində, bu qaça-qaçlı, qovha-qovlu dünyada necə zamanda qalmaq, anda qalmaq, anın qədrini bilmək, ondan danışan bir kitabdır. Onu tövsiyə edirəm. Müəllifi bir dedi? Kamal Sayar, özü psixoloqdur, psixiatrdır. Digər bir kitab İtalyan pedaqoq Edmondo de Amicis'in Uşaq ürəyi kitabıdır. Bu uşaq tərbiyəsindən uşağı anlamaq, uşağı duymaq. Bunu pedaqoqlar, müəllimlər hər kəs oxumalıdır. Çox yaxşı bir kitabdır. 4-cü, 3-cü sinifdə oxuyan bir uşağın gündəliki formasındadır. Onun dilindən onlar bizi, valideynlər necə görürlər. Bu kitabdır. Biznes yönümlüdə bayaq adını çəkdiyim o indi təəssüflər olsun ki, həm müəllifin adını tam dəqiq deməyə bilərəm. Yatağını düzəlt.
yatağını yığışdır tərcümə olunur. O həminki müəllifin hətta YouTube-da çıxışı da var. O Texas Universitetinin məzunları önündə çıxış eləyib. Bu adda bir çıxışı var və çıxış üzərinə belə bir kitab yazıb. Kiçik həcmli bir kitabdır. Biz onu dəqiqləşdirib, sənin dəqiqləşdirib şəklini burada çıxarırıq. Bəli, çox belə qısa həcmli bir kitabdır. Yəni bu 3 kitab, yəni mən düşünürəm kifayətdir. Ehtiyac olsa yenə də kitaba vermirlər. Yaxşı Sərhan. Çox sağ ol, təşəkkür edirəm gəlib vaxt ayırdığına görə. Sonda əlavə etmək istədiyin ola bilsin nəsə bir mövzu var bu yaxın zamanda səni düşündürüb, istərdin ki, o da səslənsin, bizim izləyənlər, dinləyənlər ondan xəbərdar olsun. Varsa belə bir şey əlavə edə bilərsən. Yəni mən Səməd sonda yəni sənə təşəkkür edirəm. Çünki ümumiyyətlə indiki dövrdə belə hər hansı bir podkastı uzun müddət davam etdirmək rahat məsələ deyil. Və yəni fərqli insanları çıxarırsan bu podkastda, onların fikirlərini insanlarla bölüşürsən, insanlar evdə rahat oturub çay içə-içə bu videoya baxırlar, yəni. Amma məsəl üçün normalda o insanlar sən gedib təlim almaq istəsən pul ödəməlisən də, amma YouTube-da girib sadəcə bu videonu rahatla izləyirsən. Ona görə bizdə olmayan bir şey var ki, bizi bu dəqiqəyə qədər izləyənlər varsa, onlardan istəyirəm bu videonu bəyənsinlər, bir rəy yazsınlar, yəni bir dəstəklərini ifadə etsinlər ki, bu əgər burada maraqlı bir şey varsa təbii ki, yəni şərt deyil məndən olan söhbət, yəni digər videoları varsa onu bəyənsinlər, başlarına bölüşsünlər. Çünki faydalı məlumatlar bölüşəndə daha dəyərli olur. Yəni özünə saxlayanda elə bayaq dediyimiz o məlumat hamballığı olur, yəni. Belə. Düzdür. Dostlar, həmişəki kimi kanala ilk dəfə rast gəlmisinizsə, abunə deyilsinizsə, abunə olmağı təklif edirəm. Sərxan da bunu vurğuladı. Hiss olunur ki, yəni o da video bloqinqlə məşğul olan adamdır. 10 il olacaq. Bu 10 ildir artıq. Bu bəli, fevral ayının 19-u mənim kanalımın 10 ili tamam olur. Qısa kitablarla bağlı. Mən Sərxan kanalını da keçidin videonun altında yerləşdirəcəm. Oradan da keçid edib izləyə bilərsiniz. Çünki orada Sərxanın xüsusilə oxuduğu kitablarla bağlı, bəzən bir neçə kitabla bağlı qısa məlumatları var. Bu da asanlaşdırır adamın işini o baxımdan ki, sən düşünürsən ki, hansı kitab alım və yaxud da o kitabı görmüsüz, bilmirsiniz nə haqqındadır. Ana dilimizdə Sərxan məlumat verir. Süni intellektdən əvvəl yəni reviewsunu vermirəm kitaba. Çünki həm də sən süni intellektlə də məlumat versə də sən bu cəmiyyətdə yaşayan və bunun reallığına uyğun məlumat verirsən də. Və bizə iyanələr etmək istəyirsinizsə, Coffee.al və Patreon platforması var. Onların keçidi videonun altından da oradan keçid edib iyanələr edə bilərsiniz. Həmçinin sosial media hesablarından bizi izləyə bilərsiniz. Facebook, Instagram, TikTok, Telegram və WhatsApp kanalı var. Onları da keçid edib abunə ola bilərsiniz. Bugünkü danışdığımız mövzularla bağlı fikirləriniz varsa şərhlərdə qeyd eləyin və sonda da həmişə kimi çalışın, özünüzə yaxşı baxın, sağlam olun və xoşbəxt olun. Bu çox vacibdir. Hələlik.